Qərib axşamlar. Ədəbiyyat insan ruhunun aynasıdır. Bu aynada bəzən sevinç, bəzən kədər, bəzən ümid, bəzən də üsyan əks olunur. Bu aynanı cilalayanlardır qadınlar. Onların hissləri, düşüncələri, yaşantıları və istirablarıdır. Qadın ədəbiyyatın qəlbidir, nəfəsidir. Onun içində dərin duyğuların, ağırlı taleylərin, sönməz ümidlərin əksi var. Ellərin şöhrəti, şanı gözəllər, qayğınız günəş tək dünyanı bəzər. Səhərə boyanan şəhli nəğmənizi, könüllər oxuyar hər axşam səhər. Səhərə boyanan şəhli nəğmənizi, könüllər oxuyar hər axşam səhər. Yaşa gözəllik, yaşa qadın, ucal gözəllik, ucal qadın. Yaşa gözəllik, yaşa qadın, ucal gözəllik, ucal qadın. Qadın şairlərin qəlbində misralara, yazıçıların hekayələrində obrazlara çevrilən bir işıqdır. O bəzən Nizaminin xəmsəsində şirin kimi fədakar, bəzən Cəlil Məmmədquluzadənin üsyankar Gülbaharı kimi haqqa susayan, bəzən isə Cavidin afəti kimi cəmiyyətin qəlblərinə sığmayan bir azadlıq simvoludur. O bəzən yazılan, həm də yazandır. Bir tərəfdən romanların qəhrəmanı, digər tərəfdən isə romanların müəllifidir. Ədəbiyyatda qadın obrazı gözəlliyin simvolu deyil, həm də ağrının, mübarizənin, bəzən sükutun, bəzən isə gürültülü bir etirazın səsidir. O bəzən Məhsəti Gəncəvinin rübailərində azad ruh kimi danışır, bəzən isə Virginia Woolf'un qələmi ilə qadın varlığının dərinliklərini açır. Ədəbiyyat aləmində qadın qəlbləri sındıran və öz ruhunu açan bir yazışı, bir şair, bir qələm sahibidir. O cəmiyyətin içində bəzən susar, amma yazılarında hayqırar. Ədəbiyyatda elə qələmlər var ki, onlar təkcə yazmır, həm də hiss etdirir, düşündürür, sarsıdır. Bugünkü söhbətimizin qəhrəmanı Şahnaz Şahinin qələmi də məhz belədir. Zərif olduğu qədər güclü, incə olduğu qədər kəsərli. Xatırladaq ki, Şahnaz Şahin prezident mükafatçısı, Beynəlxalq Rəsul Rza mükafatı laureatıdır. Şahnaz xanım, xoş gördük sizi. Qadınlar günü ilə bağlı danışırıq. 8 Mart Qadınlar günü simvolik bir məna daşıyır. Bugün sizin üçün hansı gerçəklikləri ehtiva edir? Məsələn, bəzi fikirlərə görə bu günü hansısa bir Azərbaycan xanımının adı ilə bağlamaq daha doğru olardı. Bu barədə sizin fikirlərinizi bilmək istərdik. Əvvəla salam, dəvətiniz üçün təşəkkür edirəm Günel xanım. Hansısa bir Azərbaycan qadının adı ilə adlandırmaq gələndə orada biraz qarışıqlıq düşə bilər. Kiminsə adı ilə bilirsiniz də bu günləri dəyərli xanımlarımız çoxdur, tarixdə çox bəli, olub. Artıq orada kiminsə adı ilə bağlamaq doğru olmaz. Elə qoy bütün qadınların günü olsun bu. Hər halda bugün gələndə qadınların problemi bir daha yada düşür. Əlbəttə ki. Qadın hüquqları barədə söhbətlər bir daha canlanır. Bu baxımdan da faydalı bir gündür. Elədir. Və əgər qadınların Azərbaycan ədəbiyyatındakı rolundan danışsaq, bir təzadlı fikirlərə rast gəlmiş olarıq. Bəzi fikirlərə görə qadınlar kişilər kimi yaza bilmir, onlar kimi güclü qələmə sahib deyil. Sizin bu barədə fikriniz necədir? Yəni qadınlar kişilərdən fərqli yazırmı? Günel xanım, belə deyək, hər şeydə bu cinslərə bölmək var, kişi və qadın.
Tanrı hər kəsə nə veribsə, yazar da o boydadır. Təbii ki, istedad zəhmətə bağlıdır, zəhmət çəkəcək, amma orada səhv bir anlayışdır ki, qadınlar zəifdir, onlar zəif yazırlar. Qələmli bir sözə baxmayan o qədər kişilər var ki, qadınlar var ki, meydanda. Amma sırf ədəbiyyat yaradırsa insan, onun fərqi yoxdur, qadın ya kişi. Şahnar Şahin qadın ədəbiyyatına bir səmimiyyət, bir ruh aydınlığı gətirir. Onun qələmində qadın sadəcə sevən, gözləyən, ağlayan bir varlıq deyil. O düşündürən, axtaran, dəyişən və dəyişdirən bir qüvvədir. Nümunə kimi sizin bir şeirinizi eşitmək, oxumaq kifayət edir, anlamaq üçün. Sizin bir şeir qadını adlı poetik nümunəniz var. Mən biraz çöl qadınam, biraz da orman qadın. Biraz şair qadınam, biraz da roman qadın. Dadı damağımdadır baldırğanın, reyhanın, yarpız quşəbbəyinin, çörək otunun tamı. Tala-tala ələfəm, çiçək-çiçək dağam mən, sahibini gözləyən, soymuş ocağam mən. Gedək, bu yol aparar birbaş göyçüyə bizi. Neçə davamçısı var Nüşabənin, Tomrisin. Vətəndir adi daşı, bir çöpü də vətəndir. Çox da ana deyirik, vətən Allaha təndir. Qadınam, qadın, ana, hər dərdə sipər qadın. Bətnimdə böyüyübdü o həcər, nigar qadın. Leyli mənəm, şirin mən, ocaq qadın, pir qadın, Tanrının yaratdığı ən gözəl əsər, qadın. Mən biraz çöl qadınam, biraz da şeir qadın. Çox maraqlı bir şeirdir. Ya burada obrazlar, elementlər hansı məna daşıyır? Onu mən istəyərdim ki, məsələn, elə bənd-bənd açım. Yəni, qadın kitab kimi. Baxır ki, onu sən hardan başlayacaqsan oxumağa, necə oxuyacaqsan, oxuyanda orada sətiraltı mənaları tapa biləcəksənmi? Qadın eyni zamanda təbiətdir, yaradan, bəxş eləyən, saf, təmiz. Funksiyaları çoxdur qadının və çoxsaylı fərqli obrazlarını birləşdirmisiniz. Bu obrazların bir-birinə təsiri necədir? Orman qadın, şeir qadın, roman qadın, çöl qadın. Elə çöl qadından başlayaq. Çöl qadın. Çöl deyəndə ağlımıza ilk nə gəlir? Yəni gözümüzün qabağında nə canlanır? Növbənöv bitkilər aləmi, növbənöv təbiət, hadisələri, bəzən düzəngahlıq, bəzən qumlu səhra, bəzən də bol bəhəri barı olan bir tarla, belə bir təsəvvür eləyə bilərsən. Mən o aspektlərin hamısında qadınları görürəm. Qadınlar sanki oradan mənə bir boy verib, bir təbəssüm eləyirlər. Bax, ona görə də o şeir yaranıbdır. Həmişə deyirəm mən, şeir göylər məhsuludur da. Bəzən yazan heç bilmir ki, orada nə yazır. Siz də özünüz fərqində olmadan, yəni şeir yazmısınız, sonra özünüz də fikirləşmisiniz ki, bu necə ərsəyə gəldi? Tamam, elə də o, bəli. Şair publisist Şahnar Şahin qadınlara həsr etdiyi məqaləsində yazır. Şair bütün dövrlərdə ən gözəl şeirlərini qadınlara yazıb. Bəstəkarın ən mükəmməl əsəri qadın haqqındadır. Heykəltəraş ana heykəlini sevərək, oxşayaraq yonur. Müəllim birinci sinifə ayaq basan uşağa ilk olaraq məhəbbətlə ana sözünü öyrədir. Qadını yaradan ona ən uca məqam, ana olmaq şərəfini də bəxş eləyir. Ana isə müqəddəsdir. Ən kədərli anımızın, ən şad günümüzün canlı heykəli anadır, qadındır. Dünyanın ən uca zirvəsi, könüllərin şahı yenə qadındır. Qadın vətən, torpaq, sülh, qadın azadlıq, əminamanlıq, qadın sevgi, məhəbbət deməkdir. Anasını sevən övlad vətənini də sevəcək, qoruyacaq.
torpağının da qədrini biləcək. Damya xitabən, cihanda yox elə bir qüvvə ki, başayım ona mən, söyləyirdi Cəfər Cabbarlı. Mən alaylay çalan anam, gecə yuxusuz qalan anam. Mən alaylay çalan anam, gecə yuxusuz qalan anam. Həsrətinlə yaşayıram, yenə səni görəm anam. Həsrətinlə yaşayıram, yenə səni görəm anam. O incə əllərini unutmaram heç zaman, ipək kimi tellərini unutmaram mən inan. Gecə yatıb yuxumda da danışıram səninlə, nurla baxan gözlərini unutmaram mən inan. Gecə yatıb yuxumda da danışıram səninlə, nurla baxan gözlərini unutmaram mən inan. Süleyman Rüstəm yazır ki, sənin sevgilin olmaq deyil asan sevgilim. Ömrümün 4 fəslinin baharısan sevgilim. O gah qış kimi qar yağa bilər, gah yayda günəş tək yandırıb yaxar, gah əlvan çiçəkli yaz olar, gah da payız solub saralar. Qadınam, qadın, ana, hər dərdə sipər qadın, Tanrının yaratdığı ən gözəl əsər, qadın. Qadın kinopoeziyada özünüzü ifadə etməksə hansı çətinlikləri və ya üstünlükləri qazandırıb? Ümumiyyətlə deyək ki, 1998-ci ildə yerli mətbuatdan mərkəzi mətbuata çıxış edəndə mənim birinci ayaq qoyduğum mərkəz tanınmış bir qəzet idi. Mən ora getdim. Orada da baxdılar və mənim ilk şeirlərim, ilk yaradıcılıq məhsullarım mərkəzi mətbuatda 525-ci qəzetdə mən çıxış elədim. O yüzdən də o 525-ci qəzet daha doğmadı. Sonra Ədalət qəzeti, sonra Ədəbiyyat qəzeti Həm Ədalət gəldi. qəzetləri Bəli, çox gözəl də onların dəyərli kollektivləri var, dəyərli rəhbərlikləri var həqiqətən. Hər bir işçi orada bir sütun rolunu oynayır. Elə bir ki, bax o qəzeti bütün məsuliyyətləri ilə çıxartırlar. Yəni əslində tarix boyu belə olub, yəni qadınlara Elədir, hə. ehtimal o qədər də dərindən bəslənilməyib və ona görə Jorj Sand təxəllüsü ilə yazan qadın kişi adını götürməyə məcbur olub. Sizdə belə bir heç istək, niyyət olmayıb, hansısa bir kişi adı ilə yazmaq istəyi? Yox, olmayıb məndə Günel xanım, amma mənim elə əsərlərim çox oxuyan, siz də mənə onu demisiniz ki, səni tanımasaq elə bilərik ki, bunu bir kişi yazıb. Yox, mənim heç ağlıma gəlməyib. Sadəcə təxəllüsü bir qədər gec götürdüm, elə öz soyadımla gedirdim. Özümü elə özüm kimi təsdiq eləmişəm. Şahnaz xanım, sizin qadın obrazlarınız həm də musiqi ilə qaynayıb qarışıb. Bəli. Və çox gözəl musiqi əsərləri dünyaya gəlib. Siz bu obrazları, musiqi həyatı necə görürsüz, necə qiymətləndirirsiniz? Bizə bu haqda danışardınız. Musiqi sözün özündən doğulur. Bəzən ikisi də qoşa yaranır, bəzən biri gecikə bilər. Ola bilər ki, söz var, musiqi yoxdur. O bir zamanlar oldu, onda da doğrudan dəyərli bəstəkarlarımız Nailə xanım Mirməmmədli rəhmətli, Hikmət Mirməmmədli, Tahir Əkbər idi. Allah can sağlığı versin, Rauf Məmmədovdur. O zaman bir çox mahnılar yazıldı. İndi bilirsiniz də burada indi asan bir üsulu yaranıbdı. Musiqilər yazılmağının. Hər kəs tutalım ki, özü musiqisində yazır, sözündə yazır. Baxıram, görürəm çox çətindir. Onunla da ayaqlaşa bilənlər var. Sanki Günel xanım zaman sürətlidir. Bizim indi yazılan o musiqilərimiz ki var, onlar da sanki harasa tələsirlər. O qədər sürətli, əsasən estrada
Amma musiqi insanın bir zövqünə oxşamalıdır, bir ruhuna daxil olmalıdır. Bu yoxdur yəni. Bəli. Şahnaz xanım, sizin mahnılarınızdan birini Röya oxuyub, Qovuşmaz yolumuz bir daha. Çox ağır bir mahnıdır və mənə elə gəlir ki, çox ağır taleyi olan bir qadına, bir qıza əsir olunub, belə deyilmi o şeir yoxsa? Yox, tamamilə yox. Bu şəxsi ünvanlı bir mahnı deyil. Ümumi bir obrazdır. Ümumi bir obrazdır. Hər kəs orada özünü tapa bilər yəni ki. Yolu qovuşmayan bax insanlar, sevgidən hardasa yolu başqa istiqamətə düşən insanlar. Başqa hansı qadın obrazlarınıza mahnı bəstələnib? Sevən ürəkdir, Nurlan Əzizbəyli onu oxuyubdu. Sonra Hər ürək sevə bilməz, Nüşabər Əsgərli onu oxuyub. Necəsən necə, Elxan Şirinov oxuyubdu. Çox dinlənilən, çox sevilən mahnılardır bir çox. Hə, sevilirlər, amma bir qədər dönmürlər. Elxan çox dönür o mahnıya. Məsələn, verilişlərdə olanda çox dönür o mahnıya. Nurlan dönür o mahnıya. Sən xatirələrdə gələn qonağım, məni haldan hala salan qonağım, eşqini yatsimdə çalan qonağım, söylə görüm mənsiz necəsən necə. Sən xatirələrdə gələn qonağım, məni haldan hala salan qonağım, eşqini yatsimdə çalan qonağım, söylə görüm mənsiz necəsən necə. Zərif ayağını yollar yordum, ürəyini inciyib üzə durdum, yağdırma gözünün buludumu, söylə görüm mənsiz necəsən necə. Gəlişin heç nəyi dəyişməz indi, həyatımda yerim çox gez bilindi, bu ürək vəfalı bir sevəndi, söylə görüm mənsiz necəsən necə. Siz şeirlərinizdə sevgidən də bəhs edirsiniz, elə bu mahnılarda da olduğu kimi və sevginin daha çox əzablı tərəflərindən bəhs edirsiniz. Elədir. Nəyə görə sevgidən danışanda məhz bu tərəf daha ağır gəlir? Düşünərək mən bunu etmirəm ki, məqsədim var ki, mən nakam məhəbbətə belə bir şeir yazım. Deyim ki, mən heç həyatımda da o nakamlıq yaşamamışam. Amma sevginin bir qəm tərəfi, bəlkə də birlikdəlikdirmi, birlikdəlik deyilmi, amma bir onun kədər tərəfi mənə çəkir. Ümumiyyətlə, heç görmüsünüzmü, xoşbəxtlikdən yazılsın nəsə. Doğrudan da şeirlər, sevgi şeirləri xoşbəxtlikdən yazılmır. Hətta belə bir fikir var ki, sevgi bitəndən sonra şeirlər yaranır. İnsan ümumiyyətlə o bazaya sahib olmalıdır. Bəli. O durumda olmalıdır. O kökdə olmalıdır. Yəni hardasa bir nəyinsə fikrin çəkəndə, hardasa bir problemin olanda təbiətə də bir başqa gözlə baxırsan. Bəli. Hər şeyi bir başqa cür görürsən. Bir söz var, bu günü son gün kimi yaşa. Onda hesab eləsən, adi bir günəşin çıxması sənin üçün bir möcüzə görünəsin. Çiçəyin açması, bir otun cücərib qalxması, o insana bir möcüzə kimi gəlir. Mənim özümdə olur o. Birdən dayanıram və bir təbiətə baxıram, görürəm ki, bayaq gördüyümü heç mən görməmişəm orada. O qurumuş yarpaq da adama söz deyir, qurumuş ağac da öz taleyini danışır. Bəli, Və bu yüzdən məsələ yazılır belə.
Hər anın öz hekayəti var. Öz hekayəti Hər var, anın. həqiqətən. Şahnaz xanım, Qadınlar Günü gözəllik, sevgi doludur, amma şəhid anaları üçün bu gün həm də həsrət və kədər doludur. Və bilirəm ki, bu motiv də sizin poeziyanızda, sizin yaradıcılığınızda çox doğmadır. Şəhid analarının fədakarlığı sizin poeziyanızda, yaradıcılığınızda, əsərlərinizdə necə əks olunub? Gülnur xanım, siz də bilirsiniz, mən bütün şəhid analarının qarşısında baş əyirəm. Bizim Sabirabadda yaşadığım yerdə 2-ci Vətən müharibəsində 44 şəhid olmuşdu. Təbii ki, sonrakı 23 saatlıq antiterror əməliyyatında da bizim rayona şəhid gəldi. Onlar özləri bir əsərdilər. Mən onlarla görüşdüm, dəfələrlə bunu demişəm. Məhz elə oğulları, elə analar dünyaya gətirə bilər, həqiqətən. Onlar həmin zamanda yenə vətəni düşünürdülər. Təbii ki, ağır itkidir, evladı gedib, bir daha geri gəlməyəcək. Amma onlar vurğulayırdılar ki, yəni mənim övladımın payı var müharibənin bitməsində, torpaqlarımızın geri qayıtmasında, vətənimizin bütövləşməsində. Fəxr edirdilər buna. Ədəbiyyatda şəhid anası obrazı dərd çəkməklə məhdudlaşmır. O həm də dözümlülüyün, fədakarlığın və müqəddəs sevginin təcəssümüdür. O, oğlunun yoxluğunu ürəyində daşıyan, amma başını dik tutan bir ana kimi təqdim edilir. Bu obraz həm Azərbaycan, həm də dünya ədəbiyyatında öz yerini tapıb. Salam şəhid anası, mən də sənin bir balan, olmasam da qəhrəman, Şuşa, Kəlbəcər alan. Azərbaycan poeziyasında şəhid anası ağlayan deyil, dözən, sarsılan deyil, güclü qalan, itirən, amma ucalan bir qadındır. Şəhid anasının göz yaşları torpaqla, sükutla, küləklə danışır. Bu bir ana fəryadıdır, lakin bu fəryad sönük deyil, içində bir alov daşıyır. Söylə ağlamasın mənsiz gecələr, ulduzla yolladım eşqimi, ana, onu tənha qoyub gedərəmmi heç, nəfəsimi köksünə həkk etdim, ana. Şahnaz xanım, Azərbaycan tarixində çox dəyərli qadınlar olub və var və şəhid anaları da bu sıradadır. Bugün şəhid analarının cəmiyyətə təsiri necədir? Mənim lap çoxdan yazdığım da bir şeir vardı. Matəm yaraşmır qəhrəmanlara. Şəhid anası haqqında yazılan şeirin biri də həmin şeirdir. Sil gözünün yaşını şəhid anası. Başındakı qara çalmağın da açkinan sənə matəm yaraşmır. Şəhid analarına matəm yaraşmır. Amma təsirləri təbii ki, digər insanlara, istəyir gənclərimizə, istəyir cəmiyyətimizə bir qəhrəman obraz olaraq, onlar da qəhrəmandırlar. Təsiri var. Bunun təsiri danmaq olmaz. Həm də müsbət təsiri var. Şəhid anaları ədəbiyyatda yalnız ağlayan qadınlar deyil. Onlar həm də müqəddəs ana, vətənpərvər ruh tarixin daşıyıcısıdır. Onların obrazı həmişə yaşamağa davam eləyəcək. Çünki onlar təkcə övladlarını deyil, vətənin bir parçasını özləri ilə daşıyırlar. Onların səsi həmişə ədəbiyyatın ən təsirli misralarında, ən yadda qalan obrazlarında əks olunacaq.
Şahnaz xanım, qadınlar təkcə təbii ki, ana deyil, cəmiyyətdə fəal mövqe tutan, aktiv iştirak edən insanlardır, vətən üçün savaşan güc sahibləridir. Ümumiyyətlə, qadınların vətən qarşısındakı rolu sizcə nədən ibarətdir? Qadın elə vətəndir. Bu barədə də belə bir şeirim var. Bu yaxınlarda ədəbiyyat qəzetində getmişdi. Güllər sizin üçün açır. Günəş sizə gülümsəyir. Ulduzlar göz vurub keçir, dağlar düzə gülümsəyir. Gülümsəyir duman çəndə, əriyir kədər də, qəm də. Dodaqlarının ucunda şirin busə gülümsəyir. Yağır buluddan aşağı, yağış yerə gülümsəyir. Bağda bəhrə gülümsəyir, ağacda bar gülümsəyir. Seyr edib gözəllikləri bu nur şöhrə gülümsəyir. Saçlarında gümüş tellər, telində gül gülümsəyir. Kipriyində yaş titrəyir, gözündə yol gülümsəyir. Müqəddəsdir torpaq, vətən, qadın, ana müqəddəsdir. Uğrunda qurban gedəndə qadın, vətən gülümsəyir. Bayraq gülümsəyir. Buta gülümsəyir. Oğul gülümsəyir. Nə gözəl, hüzün və ümidin birləşdiyi, bir araya gəldiyi gözəl bir şeir. Və düşünürəm ki, bu şeir həm də söhbətimizdən də gözəl bir sonluq oldu. Doğrudan da hər bir qadın bir dünyadır, içində sayıs hesabsız duyğular olan bir kainatdır və qadın susqunluğunu hətta bəzən şeirə də bənzədirlər. Və qadın yalnız taleyin ona bəxş etdiyi deyil, həm də ruhunu yazdığı hekayəni yaşayır və bugün bu hekayələrdən danışdıq. Sizin o anın yaratdığı, qadınların həyatını əhatə edən, ifadə edən məqamlardan söhbət açdıq. Sizə də yaradıcılıq uğurlar arzulayırıq. Təşəkkür eləyirəm Günel xanım. Bu səsin radiodan əskik olmasın. Hər zaman səsin gəlsin. Qadınlar zamanı içərisində daşıyır. Onların gözlərində keçmişin xatirələri, indinin qayğıları, gələcəyin arzuları gizlənir. Bir qadının gülüşündə baharın təravəti, susqunluğunda isə qışın dərinliyi var. Bəzən unudulmuş, bəzən ucaldılmış, amma həmişə zamanın içində iz buraxan qadınlar. Onlar yaşamaq üçün doğulurlar, amma çox vaxt sadəcə yaşadırlar. Alovdan çıxıblar, oddan çıxıblar. Adı dağlarda gəzən qadınlar. Adı dağlarda gəzən qadınlar. Kim deyər, nə vaxtsa yaddan çıxıblar. Qəhrəman qadınlar, gözəl qadınlar. Kim deyər, nə vaxtsa yaddan çıxıblar. Qəhrəman qadınlar, gözəl qadınlar. Qadın nəfəsidir hər gələn səhər. Qadın nəfəsidir hər gələn səhər. Sönməz bu nəğmənin alovu közün. Sönməz bu nəğmənin alovu közün. Qərib axşamları dinlədiniz. Həmsöhbətimiz şair, publisist, Beynəlxalq Rəsul Rza mükafatı laureatı Şahnaz Şahin idi. Müəllif Günel Natiq, rejissor Gülşən Səmədova idi, mətni Eldost Bayram oxudu. Nə qədər dünyada qəhrəmanlıq var, həmişə güləcək nəğmənin üzü. Nə qədər dünyada
qəhrəmanlıq var. Həmişə güləcək nəğməni